növbəti məsələmizdə burada məsələnin şərtində eyni duzun 10%li m-qram məhlulu ifadəsi var. Həll olma əmsalı 4000 qram bölünsün litr olan X duzunun m-qram doymuş məhlulunun üzərinə. Deməli, əgər 1000 qram suda bu maddədən 4000 həll olursa, 5000 qram məhlul alınır və buradan kütlə payını hesablaya bilərik ki, biz doymuş məhlul olduqda deməli, bizim məhlulumuzun kütlə payı olur 80%. Və sonra eyni kütləli duz əlavə etdiyimizə görə onda omega son bərabərdir. Kütlələrimiz eynidir. Yəni, məsələnin şərtində bu bir yaddan çıxıb. 80 plus 10 bölmək 2. Bu da eləyəcək 45%.